Amma o adam bunu etmirdi. Yenə də var-dövlət hamını onu tərifləməsi üçün namaz qılırdı ki, hamı onu tərifləsin, hamı ondan danışsın və Allahdan sadəcə var-dövlət, pul istəyirdi. Amma bilmirdi ki, Allah var-dövləti verər istədiyi qullarına, onu sevən qullara. Amma o insan Allahı sevməzdi. Allah sevdiyi qullara var-dövləti az da versə, o qul şükür edərdi, çox da versə şükür edərdi. Çünki hər bir şeyin qiymətini bilərdi. Amma o insan heç bir şeyin qiymətini bilməzdi. Nə az olsa şükür etməzdi, nə çox olsa şükür etməzdi. Həmsuna deyərdi ki, bu azdır. Bunun mən niyə görə şükür etməliyəm? Heç bir şeyə görə şükür etmirdi. Amma o adam hər şey üçün şükür edirdi. Aza da çox şükür edirdi, çoxa da şükür edirdi. Ona görə də Allah onun ruzisini artırırdı və bərəkətini artırırdı. Amma o adamın bərəkətini artırsa da, yəni şükür etmədiyinə, nə aza, nə çoxa şükür etmədiyinə Allah onun bərəkətini artırmazdı. Və o adam da deyərdi ki, mənim bərəkətim artmır. Görəsən niyə? Adam bunu edirdi, hamı onu tərifləsin deyə. Amma onu heç kimsə tərifləməsə də olardı. Onu sadəcə Allah tərifləsə, yəni mənim bu qulum nə gözəl quldur desə, o hər şeyə yetərdi. Çünki Allahın bir qulu sevməsindən başqa böyük bir şey yoxdur. Çünki Allah bir qulunu sevərsə, ona hər şey verər. Amma bir qulunu sevməzsə, ona heç nə verməz. Çünki qul Allahı sevərsə, Allah da ona hər ruzini və ən yaxşı, gözəl bərəkəti və ən gözəl rahatlığı verərdi. Allahın verdiyi rahatlıq hər şeydən gözəl idi. Çünki o rahatlığı Allah verdi. Allahın verdiyi hər şey gözəldir. Və namaz qılmayan adam namazını qılıb qutarandan sonra isə hamı məsciddəki hamı ilə görüşdü. Namazın Allah qəbul etsin dedi. Hamı ilə görüşüb Allah qəbul etsin dedi və namaz qılan adam isə ondan öncə hamıya bu sözü demişdi. Və o belə demişdi: Allah qəbul etsin, qardaş. Allah bərəkətli etsin. Ruzinizi çox versin. Hamı da ona dedi: Sağ ol ay qardaş bu sözlərinə görə. Və sonra isə dedilər: Gəlin biz öyrəntilərimizi təkrarlayaq. Sonra isə bir söhbət edərik. Gözəl bir dini söhbət edərik. Hamı bildiyi surələri oxudu və sıra Allahı sevməyən və ona heç vaxt səcdə etməyən, səcdə etsə də hamı tərifləsin deyə cümə zamanları gələn adama gəldi. Adama dedilər: Biz bütün surələri oxuduq, amma 2 surə qalıb. Fatihə surəsi və Nas surəsi qalıb. İstəyirsinizsə ikiniz hansınızı oxuyun. Biz görək hansınız daha yaxşı oxuyursunuz, amma oxumaq eynidir. Sadəcə bilmək önəmlidir. Hansınız ən yaxşı bilirsiniz. Bilməməkdə zərər yoxdur, amma öyrənməməkdə zərər var. Sən kitabı heç oxumursansa, deyirsənsə ki, mən ən yaxşı Quran-Kərimi oxuyanam. Onda deməli sən kitabı açıb oxumursan. Sadəcə hamının yanında dedik söhbətləri eşidib özün danışır kimi danışırsan, dedi. Və Allaha səcdə edən adam dedi: Mən Fatihə surəsini oxuyum, hə? Necə olar? Hamı dedi: Hə, əla olar. Allaha inanmayan adam da dedi: Hə, oxusun görək necə oxuyur. Sonra hamı o adama dedi: Bəs sən bir Fatihə ya da Fələq surəsini oxusan necə olar? Nə? Mən? Adam heç nə bilmirdi. Çünki o heç bir zaman Qurani-Kərim kitabını açıb oxumurdu. Sadəcə cümə günləri adamlarla namaz qılırdı. O da onlara baxa-baxa namaz qılır, onların dediyini təkrarlayırdı. Ona görə də heç nə bilmirdi. Sadəcə bilirdi ki, bu Fatihə surəsidir, adlarını bilirdi, amma oxumağı bilmirdi. Ona görə də bundan heç kimin xəbəri yox idi, sadəcə o adam bilirdi. Və birdən məscidin qapısı açıldı. Qapıdan içəri bir oğul və bir atası gəldi və dedi: Salamun aleykum. Hamı dedi: Aleykum salam. Sonra isə dedi: Üzr istəyirik, ay qardaşlar, çox gec qaldıq. Oğlum məktəbdən gec gəldiyinə görə mən də biraz işdən tez gəldim. Çox üzr istəyirəm. Hamı dedi: Sən bizdən yox ay qardaş, Allahdan üzr istə. Onsuz da Allah görür sənin niyyətini.
Niyyətin təmizdirsə, Allah sənin bu namazını qəbul edəcək. Heç nə olmaz, deyən yoxdur. Sadəcə sənin niyyətin təmiz olsun və sən çox yaxşı bir iş görmüsən, namaz qılmaq istəmisən. Bunda pis şey yoxdur. Namaza gəlib qılmamaq, qılıb da Allaha ürəklə bağlanmamaq, sadəcə ondan onu istəyirəm, bunu istəyirəm deməklə o heç düzgün hərəkət deyil. Sən sadəcə gəlib Allaha ibadət etmək istəyirsən. Bu çox gözəl bir hərəkətdir. Gəl, buyur qardaş, namazını da qıla bilərsən. Sadəcə sən istə. Allah sənə hər ruzini və hər şeyi yer verəcək. Sən özün də inana bilməyəcəksən. Həqiqətən Allah məni bu qədər çoxmu sevir? Sən Allahı nə qədər sevsən, Allah səni o qədər sevəcək, ay qardaş, dedilər. Və dedilər ki, oğlun da namaz qılmaq istəyir, Allah qəbul etsin ikisinin də namazını. Bu uşağın namazı daha da böyükdür. Çünki Allah uşaqları sevər. Onların ürəyi çox təmizdir. Mən oğluma dedim, gəl oğlum, mən namaz qılmağa gedirəm, sən də gəlmək istəyirsən? O da mənə dedi ki, hə ata, nə olar, mən də gəlim dedi. Çünki oğlum neçə vaxtdır namaz qılmağa başlamaq istəyir. Düzünə qalsa bu bizim ilk namazımızdır. Yəni hələ təzə başlayırıq. Yəni səhvimiz olsa düzəldərik. Amma dedi, səhvinizi biz düzəldərik. Allah sizin namazınızı qəbul etsin. Siz onsuz da səhv namaz qılsanız da Allah o namazı qəbul edəcək. Çünki siz Allaha ibadət etmək üçün çalışırsınız. Siz səhvinizi bilməsəniz belə Allah qəbul edəcək. Çünki siz çalışırsınız ki, Allah üçün namaz və ibadət edəsiniz. Allah bu niyyətinizi görüb deyəcək ki, bunlar mənim əsl qulumdur. Çalışırlar ki, mənə görə düzgün ibadət etsinlər. Səhvsiz qul olmur. Amma Allahın böyük qüdrəti o səhvləri hamısını yox edər. Çox böyük mərhəmətli olan Allah hamını əfv edər. Gəlin, qılın, qardaş, oğul namazınızı. Və onlar namazı qıldılar. Və sonra Adama dedilər ki, Allaha ibadət edən oxu ay qardaş Fatiha surəsini, görək sən axıra qədər oxuya biləcəksən, yoxsa yarısından oxuya biləcəksən. Adam dedi, yaxşı ay qardaşlar, oxuyuram indi. Adam oxumağa başladı. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake nestaîn. İhdinas sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim. Mağdubi aleyhim ve dallin. Hamı dedi, Allah qəbul etsin qardaş. Adam dedi, sağ olun ay qardaşlar, sizin də dualarınızı Allah qəbul etsin. Hamının dualarını Allah qəbul etsin. Oğul və atası namazı qurtardılar və hamı ilə görüşüb dedilər, Allah namazınızı qəbul etsin. Hamı ilə görüşüb qurtarandan sonra ata dedi, mənim bu oğlum gecələr yatandan sonra çox qorxulu yuxular görür. Siz ona nə tövsiyə edə bilərsiniz? Adamlar dedi, biz ona heç bir şey tövsiyə edə bilmərik. Hər şeyin çarəsi Qurani Kərimdədir. O axşam yatanda Fatiha surəsini oxuyun ya da oxusun. Ondan sonra Nas, Fələh, Qul Huvallah və yaxud da başqa Qurani Kərimin böyük surələrini oxusun. Hər surə böyükdür. Amma siz bu uşaq çox surəni bilməz. Yəni çox surəni öyrədə bilərsəniz yaxşı olar. Nəysə, siz özünüz oxuyun o uşağa. O səhər rahat duracaq. Heç qorxuluğu görməyəcək. Hər şeyin çarəsi Qurani Kərimdədir. Kanala abunə olun, ailəmizdə qalın. Hər kəsə təşəkkürlər.